Abzas Medianın həbsdə olan direktoru Ülvi Həsənlinin aclıq aksiyasına başladığı üçün cərimə kamerasına salındığı bildirilir. İyunun 30-da onunla telefon zəngində danışan həyat yoldaşı Rübabə Quliyevanın sözlərinə görə Həsənli həm də işgəncəyə məruz qalıb. Stat: Səsi çox zəif gəlirdi. Dedi ki, 5 gündür aclıq edir. Heç bir şəxsi əşyası verilməyib. Orada olduğu müddətdə əynindəki paltarları dəyişməyə imkan yaradılmayıb. Aclığa görə təzyiq və təhdidlərə məruz qalıb. Ona işgəncə edilib. Statın sonu. Ülvi Həsənli daha öncə də Bakı şəhərinin 70 km uzaqda yerləşən Umbaki penitensiar kompleksinə köçürüləcəyi halda aclığa başlayacağını açıqlamışdı. O, bunun səbəbini rəsmi nikahı olmadığına görə azyaşlı övladı və həyat yoldaşı ilə görüş hüququndan məhrum ediləcəyi barədə aldığı xəbərdarlıqla izah edir. Abzas Media işi üzrə ümumilikdə 7 nəfər azadlıqdan məhrum edilib. Onlar qaçalmazlıqda təqsirləndirilsələr də ittihamların saxta olduğunu və jurnalist araşdırmalarına görə həbs olunduqlarını bildirirlər.